sonuncu böyük düşüş 10 oktyabr 2025-də olub. Bəli. Yəni bir günün içində bəzi tokenlər, böyük tokenlər hətta 400 dəfə qiymətini itirdi. Atom 4 dollardan 1 sentə dəydi. Yəni Sui 3 dollar idi, oldu 50 sent. Yəni bunlar hamısı 15 dəqiqə ərzində baş verdi. Həmin gün ticarət edirdinizmi? Edirdinizsə nə etdiniz? Həmin gün keçən dəfə səninlə danışmışdıq bu məsələni. Ən xoşbəxt vaxtım idi ki, mənim açıq ticarətim, açıq pozisiyam yox idi. Həqiqətən belə 6 ildir bu bazardayıq, amma belə keyflə izlədiyim tək o an olmuşdu ki, düşsün alım da. Yəni 21 yoxsa 22-ci ilin 19 mayı idi. Çox böyük bir düşüş oldu Bitcoin-da. Hardasa 69-lardan birbaşa düşdü 42 min dollara qədər. Mən də həmin dövrdə o qədər də təcrübəyə malik deyildim və sadəcə alıb satırdım. Hamımızın bir dövr Elon Musk'ın Doge'dan Pampladığı dövrlər. X-də yazdığı vaxtlar var idi. Hamımız onu gözləyirdi. Həmin o dövrlərimə təsadüf eləyirdi. Mən də axşamdır pozisiyaları açmışam. Hamısı long pozisiyadır futures'da və stopum da yoxdur. Səhər dursan heç nə yoxdur. Səhər yuxudan durdum, açdım telefonu, gördüm sıfırda. Birinci gözümü oxladım, özümə gəlməyə çalışdım. Dedim internet pisdir, Wi-Fi söndürdüm, yandırdım. Belə eləyirəm sıfırdır, belə eləyirəm sıfırdır. Axırda o pozisiya keçmişinə baxdım. Məncə bundan keçməmiş kriptosu yoxdur. Ticarət eləyən kriptosu yoxdur. Mən bir növdə DeFi-yə yönəlməyimi, neçə illərdir fikrimi məhz DeFi-yə yönəltməyimin ən böyük səbəblərindən biri də budur.